Amnistiya aktı xalq artisti Ağadadaş Ağayevə də şamil olunub. Ədliyyə Nazirliyində probasiya xidmətinin Ağadadaş Ağayevlə bağlı təqdimatına baxılıb. Belə ki, dekabrın 12-si Binəqədi rayon məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, amnistiya aktı üzrə Ağadadaş Ağayev şərti cəzanın çəkilməmiş hissəsindən azad edilib. Onun üzərindən məhkumluq götürülüb. Qeyd edək ki, 2024-cü il iyul ayında xalq artisti Ağadadaş Ağayevlə Medera Hospitalın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Balta klinikada çalışan Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi Nurəddin Cəlilov isə xalq artistini döyüb. Ağadadaş Ağayev Medera Hospitalı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr, mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib. Öz növbəsində Medera Hospitalın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın. Hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib. Xatırladaq ki, ötən il yanvarın 8-də xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimi arasında barışıq əldə olunub. Daha sonra Binəqədi rayon məhkəməsində keçirilən prosesdə məhkəmə xalq artisti Ağadadaş Ağayevin Medera Hospitala qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb. Binəqədi rayon məhkəməsinin hökmünə əsasən Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti təyin olunub və cəza şərti hesab olunub. Nurəddin Cəlilov 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq edilməklə cəza şərti hesab olunub. 2 il sınaq müddəti təyin edilib. Qeyd edək ki, amnistiya aktı xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan Medera Hospitalın mühafizəçisi Nurəddin Cəlilova da şamil olunub.